Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2026-cı ilin ölkəmizdə şəhərsalma və memarlıq ili elan olunması ilə əlaqədar olaraq Respublikanın bütün bölgələrində olduğu kimi Cəlilabad rayonunda da geniş miqyaslı və məqsədyönlü tədbirlər ardıcıl şəkildə həyata keçirilir. Sözü gedən sərəncamdan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə Cəlilabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 23 aprel 2026-cı il tarixdə Cəlilabad şəhəri Qurtuluş küçəsində ağac əkmə, əkilmiş ağaclara aqrotexniki qulluq, abadlıq, təmizlik işlərinin gücləndirilməsi və ictimaiyyətin ekoloji mədəniyyətinin artırılması ilə bağlı aksiyası təşkil olunub. Aksiyada Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilatların rəhbərləri və əməkdaşları iştirak ediblər. Keçirilən aksiya çərçivəsində iqlim şəraitinə uyğun müxtəlif növ ağac tingləri əkilmiş, yol kənarında olan alaq otları təmizlənmiş, məişət tullantıları toplanaraq kommunal xidmətlər tərəfindən daşınmış, əkilmiş ağacların küt boğazı ətrafı torpaqla doldurulmuş, ağaclar budanmış və suvarılmışdır. Qeyd edək ki, yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən bu kimi tədbirlər şəhərsalma və memarlıq ili çərçivəsində ardıcıl və davamlı şəkildə davam etdiriləcək, rayonun ekoloji mühitinin daha da sağlamlaşdırılmasına töhfə verəcəkdir.